qardaşlar, əziz izləyicilər, əziz qardaşlar, gördüyünüz bax bu cürə heyvanlar satılır. 500 baş heyvandır, 500 baş. Hamısı birinci, ikinci qarnar. Bir gündən may ayının 22'sidir. Bax, may ayının 22'si. Bax, bu Laçındır. Ağsaqqalın qoyunu satılır. Sözü sırf Laçındıdır. Allah xeyrin versin, Allah bərəkət versin. Allah çox xeyir versin, ay baba. Allah məhsuluna bərəkət versin. Ürəyim açıldı, vallahi gördüm. Halaldır ki, bu cürə, bu yaşda, bu cürə heyvan saxlamısan. Kişinin özünün 85 yaşı var, maşallah, heç o yaşı vermək olmaz. Oğlanları Bakıda işləyir, özü də ki, burada təsərrüfatlandır. Maşallah olsun. Bu cürə də heyvanı var kişinin. Kişinin heyvanı bir 10 dənəsi doğub, bir 2-3 gün içində. Heyvanlar doğur, bax görürsünüz. Bax bu cürə heyvanlardır. Bozdur da kişinin heyvanı sırf qardaşlar, bozdur. İçində 5-10 dənə qulaqlı qoyun var, o da deyir qohumun qoyunu. Bax belə, kişinin qoyunları bax bunlardır, bozlar. Bax tatallar sosları. Sırf belə qan cinsi. Bax bunların hamısı xam işləkdir. Keçənli ki, inişil ki quzulardır. Görürsünüz. Maşallah kişinin qoyunu danadır da dana. Toğullara bax içində. İçində elə 170 dənə birinci qarnadır. Bax bunlar. Allah xeyir versin alan qardaşlara və satan qardaşlara xeyir versin. Bu gözəl ağsaqqal da bu qoyunu xeyrə satır inşallah. Kim alsa xeyri də olar. 15 dənə də qoçu var. Bir gündən may ayının 22'sidir. Əziz qardaşlar, bax 22'sidir. Kim almaq istəsə zəng eləyib, buyurub gəlib ala bilər. Kələd də kişinin qoyunu həqiqi kələdir. Qoşdan seçilmir. Hər birisi, bax qırxıqlarına bax, belə çıxıracaq, qırtdırır heyvanı. Kişi gün sabah deyir, heyvanı qırtdıracaq. Deyir bir 200-250 dənə belə yetiyi var. Bax, görsən, hamısı yetirir. Kişinin qoyunu fardaş boğazdır.